Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, Allah Teala belə buyurmuştur. Ve izzeti ve celali. Benim izzetime ve celalıma and olsun ki, la ecma'u li abdi emneyni ve la xavfeyni. Mən bir qulum üçün iki əminliyi və iki qorxunu cəm etmərəm. Əgər dünyada ikən məndən əmin olarsa, qorxusuz olarsa, dünyada qorxmazsa, qullarımı cəm etdiyim gün onu qorxu içərisində edərəm. Əgər dünyada məndən qorxarsa, qullarımı cəm etdiyim gün onu əmin edərəm. Yəni bunların ikisinin də cəm olması mümkün deyil. İnsan dünyada da qorxu içərisində olsun, ahirətdə də. Əgər dünyada qorxubsa, günahlardan çəkinibsə, ahirətdə əmin olacaqdır. Yox, dünyada arxayın olubsa, qorxmuyubsa, qiyamət günü qorxu içərisində olacaqdır. Və həmçinin qiyamət günü insanlara, möminlərə nur veriləcəkdir. Deməli, burada keçdi. Üzlərin ağarması, parlaq olması, kədərdən və qorxudan əmin olmaq və həmçinin nurun verilməsidir. Allah Teala hədis surəsində buyurur: "Yevme teral mu'minina vel mu'minati yes'a nuruhum beyne eydihim ve bi eymanihim." Yəni o günü sən möminləri, mömin kişilər və mömin qadınların önlərinə və sağlarına, sağ tərəfinə nurun şölə saçdığını görəcəksən. Yəni artıq qiyamət günü günəş artıq tutulacaq və eyni zamanda ay tutulacaq və insanlar zülmət içərisində olacaq və sırat körpüsü qurulacaq və möminlər, mömin kişilər və mömin qadınlar əməllərinə görə nurun içərisində olacaqlar. Müxtəlif yerlərdə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, yu'tihim nurahum ala qadri a'malihim. Onların əməllərinə görə Allah Teala onlara nur verəcəkdir. Fəminhum men yu'ta nuruhu misləl cəbəlil azim. Onların bəzisinə böyük dağ qədər nur veriləcəkdir. Dağ qədər. Onun önünə işıq saçacaqdır. Və minhum men yu'ta nur asğar min zəlik. Bəzilərinin isə bundan daha az olacaqdır. Və minhum men yu'ta mislən nəxlə biyədi. Və bəziləri isə əlindəki xurma ağacı kimi olacaqdır. Yəni nur. Və minhum men yu'ta asğar. Bəziləri isə bundan da az olacaq. Və bəziləri isə ayağının baş barmağı qədər olacaqdır. Baş barmağında işıq olacaq. Və bəzən işıq saçacaq, bəzən sönəcəkdir. İşıq saçdığı zaman addım atacaq, söndüyü zaman dayanacaqdır. Nəyə görə dayanacaq? Yəni qorxur ki, addım atarsa o da düşə bilər. Çünki onun sıratın altı cəhənnəmdir. Deməli, nur insanlara onların əməllərinə görə veriləcəkdir. Kimisinə dağ qədər, kimisinə xurma ağacı qədər və kimisinə baş barmağı qədər və bəzən yanacaq və bəzən də sönəcəkdir. Və buna görə də insanların sırat üzərində sürəti də olacaq.